Daxili İşlər Nazirliyi bank kartı dələduzluqları ilə bağlı növbəti dəfə vətəndaşlara xəbərdarlıq edib. Xəbərdarlıqda deyilir ki, kiber dələduzlar yeni üsullar tapır və insanları aldadırlar. Şübhəli zənglər, bank əməkdaşı, yaxın qohum və digər bu kimi qurama obrazlar. Hələ son deyil. Siyahıya elektron platformalardan göndərilən saxta keçidləri, sosial şəbəkələr üzərindən edilən şirnikləndirici reklamları və daha nələri əlavə edə bilərik. Kiberdələduzlar cinayətkar niyyətlərini həyata keçirmək üçün fərqli ssenarilər qurur, istifadə etdikləri üsul və vasitələri dəyişirlər. Məqsəd isə dəyişməz olaraq qalır. Unutmayın, kartınıza kənar müdaxilənin yalnız bir yolu var. Kart məlumatlarınızı CVV, 3D təhlükəsizlik, SMS vasitəsilə göndərilən təsdiq kodları, kartınızın məxfi şifrələrini ələ keçirmək və bununla da pulunuzu talamaq. Daxili İşlər Nazirliyi vətəndaşlara kimin hansı məqsədlə zəng etməsindən asılı olmayaraq, sosial şəbəkələr, digər internet resurslarından daxil olan təklifləri dəqiqləşdirmədən şəxsi və bank kartı məlumatlarınızı heç kimlə bölüşməməyi tövsiyə edir. Nazirlik onları kiber maarifləndirmə sahəsində səyləri artırmağa, yaxın çevrələrində olan insanları da məlumatlandırmağa çağırır.